Təhsilin idarə olunması üzrə təhsil alan dəyərli dostlara, müəllimlərə və təhsil araşdırması edən dəyərli dostlarımıza Asiya təhsil sistemlərini öyrədəcək çox gözəl 5 kitab tövsiyəm var. Bu kitablardan ilki uzun illərdir ki, təhsil sistemində ilk yerdə qərarlaşan Sinqapur təhsil sistemini sizə öyrədəcək Pak-Tinin maraqlı bir təhsil kitabıdır və bu kitab sizlərə Sinqapur təhsil sistemini A-dan Z-yə kimi öyrədəcək. İkinci kitabımız da uzun illərdir ki, beynəlxalq reytinqlərdə öz liderliyini qoruyan Cənubi Koreya təhsil sistemidir. Cənubi Koreya təhsil sistemini ən gözəl və ən detallı şəkildə öyrədəcək Zihni Hocanın Cənubi Koreya təhsil sistemi adlı kitabıdır. Üçüncü kitabımız isə Ayşən Bakıoğlu'nun məşhur kitablarından biri olan Çində Eğitim kitabıdır. Bu kitab vasitəsilə sizlər Çindəki təhsili və eyni zamanda Şanxay təhsil sistemini tam şəkildə öyrənmiş olacaqsınız. Dördüncü kitabımız da Hindistan təhsil sistemi ilə maraqlanan dostlarımız üçün Ayşən Bakıoğlu'nun Qarşılaşdırmalı Eğitim adlı kitabıdır. İçində Çin təhsil sistemi ilə yanaşı Hindistan təhsil sisteminə də yer verilmişdir. Sizlərə 5-ci kitab tövsiyəm isə Maya Targaryanın qələmə aldığı və daha çox valideynlər üzərindən Asiya təhsil sistemlərini izah edən bir kitabdır. Çox maraqlı bir kitabdır və bu kitabları siz oxuyaraq Asiya təhsil sistemini yaxından izləyə bilərsiniz.